Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün mürbətdə yaşayan qardaşlar salamlayıram. Bugün iyulun 12'si 2026'cı Bərdə Qoyunquzu bazarına çəkiliş edirik. İnşallah sizler için güzel bir video çekeceğiz. Bakın. Like az geldiğine videomuza. Adamı həvəsdən elə bir düşür də yəni o videonu çəkəndə. Siz bakın like verin, mən də onu sizin için güzel videolar çəkəm. Bunlar erkəklərdir. Bazar olsun ha gözəl kişi. Neçə iləndir qapanma? Neçə? 750. 750. Deməli dəyərli izləyicilərimiz, bax belə sürdük keçilərdi. Hamısı. Ümumiyyətlə, yəni kişinin öz təsərrüfatıdır. 150 başta qapıda var. Balalıdır, var buradakiler de var, çapişləridir. Gördüğünüz kimi. Var bunlar da çapişləridir. Eşek yeməli çapişləri var. Ümumiyyətlə köpək heyvana adamlar gəlməsi bıçaq belə. Qaqa bunun sürdüləri hansıdır? Bunlar çoxdur da. Göstər dana elə belə göstər. Qoy bax, baxsınlar. Belə sürdülər. Göstər qoy. Elə belə göstər qoy baxsınlar. Dıvırdı həmi o. O 2 kürək var. 2 yaşı var onun. Bir kürəyində vurub. Bir kürək indi vurub. Elə o cavandır. Cavan super təkə. Fariz gidən birini almışdı təkə. Amma elə bir dayıcı yaşlı təkədir, dayıcı yaşlanır. Onu da verdilər ətliyə. Sürdüləri göstər. Bax elə bu yerini görsəndə, ay köy keçir. Hamısı bax elə sürdü keçirlər. Qiymətlərini deyilən, yaxşı. Qiymətlər. Ana bala 280 manatdan. Ana bala 280'den. Neçənci qarına, neçənci qarına kimi? Birinci qarına, dördüncü, beşinci qarına. Birdən 5'e kimi. Bir də elə bir dənə elə bir 30 dənə keçiyə neçə dənə dıvır lazımdır? Bir dənə. Bir dənə. Belə elə bir bununla qiymətə verərsiniz, kim alsa 30 şeydən. Yoksa bunun qiyməti ayrı olacaq. Onun qiyməti az demir. Neçədir bunun qiyməti? 450 manat. 450 manat. Gələcəyi var da. Fariz nətərsən? Doluda boşdur. O sizdəki o erkəkdə hamısı kişi. 24 tane 18 erkek. 24'ün 18 erkek kalan kişi. 24 tane. Qiymətlər neçə iləndir belə? 260'dan. Bunlar bordağa gedən heyvanlar. Hardan da getmirsən gözəl kişi. Bərdədən. Hansı kəndir? Mangulu Bəyli kəndi. 260. Öz təsərrüfatın olar. WhatsApp var o nömrədə. Ne güzel. Kardeşim öz təsərrüfatıdır. Bordağa gedən.
Allah xeyir versin. Gel 200 manatdan baba ballar 200 manat. Vallahi 200 manat. Bu erkekli dişi bunlar. Baba bunun 5 tanesi dişidir baba. Kalan erkek. Neçə baş heyvandır? 5 baş baba kuzudur. 40 erkekli 5'i Dişi baba 5 dişi. Baba qiymət baba çox münasib. Baba 200 manat. bunlar neçə aylıq olar? Baba bunlar çaylıq baba çaylıq. Ha belələrəm 4 aylıq, 5 aylıq. Ama kuzu qəşəng kuzu. Qardaş her şey baxımdan asılıdır. Bunu alan insan yani buradan beləsi onluq saxlamaq. Özdə yarım bordaq qızlar. Aha, yani buradan belə sen aparıb onu saman yedirsən həlbət ki, sağ kuzu olmuyor. Erkek qızlaş qara. Allah bərəkət versin malına mülkünə. Qızlaş balıdır. Ünvan Dağzabədi, hansı kəndi? Sülü kəndi. Sürlü kəndi. Xeyirli uğurlu olsun. Pazar olsun. Ürək. Tamam, son 9 sayma çıkıyor. Maşallah olsun. Gönül güzeldir. Hadi uğramam ki bunu. Ha, öyle bunu bir de saklayasın bunu. Çok. Ürək, neçə iləndir bunun qiymətləri? Bunlar cemaatın 190. 190. Ha. Neçə başdır burada? Bu 70. Dişi erkək nə qədər var? Çok erkek. 15. Onlara dişisi var. 190 mı? Ha, sen bana bu hafta sen çeş. Hayır, bravo. Hayır, sen bana. Ha, ne? Çok iyi. Hadi yanımda. İndi bax bunun qapıya gələn maşını sənlikdir yoxsa müştərilikdir? Mən diyorlar, problem değil. Yəqin ki bir 40 kilometr məsafə sənliyorlar da, yəni indi Problem değil, her yaparsa benlik. heç nə gözəl, Her yaparsa benlik. nə gözəl. 190. Bunların qiyməti gözəl kişi. Bunların qiyməti 195 lira. 195 lira. Bunun erkek kişi 5 tanesi dişidir kalan erkek, 20 tane kuzu. 5 tanesi erkek, 5 tanesi dişi. 5 tane kişi, 15 tanesi erkek. 15 tanesi erkek. Yəqin ki öz təsərrüfatın olar. Bəli, bəli. Allah bərəkət versin. Sağ ol. Bu ağlar nə sortu gedir? Akkaröz. Ağqaröz. Akkaröz sor. Bunu yem otbası eləyər də mənə gəlir. Aha yemiyor, arpa yemiyle. Otlan eşek. Kuzu otuyla da, yəni o Aha kuzu ot. qiymətləri 195 lira. 195 lira. Real alan olsa biraz ucuza da yendirim olur. Nə qədər? Düz deyəndə bir 5 manat yendirəsən, hə? O zazor 5 manatdır. Ünvan hara? Ağzalarlarını sürüken. Ağcabədi rayonu Sürlü kəndi. Dəyərli izləyicilərimiz, bax quzuları çəkdik.
Videomuzu burada da yekunlaşdırırıq. İnşallah Gəncə şəhərində görüşməyimizdə Allah'a emanet olun.